Hər kəsə salam. Dünən mən OTK-nın buraxılış sınağında RFO sualının salınması ilə bağlı qısa bir video çəkmişdim və videoda e, RFO sualının eynisinin gətirib buraxılış sualına salınması ilə bağlıdır. Və bugün bəzi şərhlərə açıqlıq gətirmək istəyirəm. Yəni bugün çox vacib, amma çox vaxt açıq danışılmayan bir mövzu haqqında danışmaq istəyirəm. Bu video nə sensasiya yaratmaq üçündür, nə də kimsə hədəf almaq üçün. Bu video təhsil naminə, şagird naminə və ədalətli qiymətləndirmə naminə çəkilir. Mövzumuz budur. Respublika Fən Olimpiyadası, yəni RFO sualının 11-ci sinif buraxılış sınağında birbaşa və ya az dəyişdirilərək istifadə olunması. Birinci biz, gəlin əvvəlcə əsas anlayışları qarışdırmayaq. Təhsildə hər imtahanın, hər sualın öz yeri, öz məqsədi və öz auditoriyası var. Əgər bunlar qarışdırılırsa, artıq orada sistem pozulur deməkdir. RFO nə üçündür? RFO yəni Respublika Fən Olimpiyadası. RFO oli seçim mexanizmidir. Hər kəs üçün deyil, ən güclüləri ayırmaq üçündür. RFO sualları elə hazırlanır ki, adi dərs biliyi kifayət etmir. Şagird mövzunu bilməklə yanaşı analiz etməlidir, əlaqə qurmalıdır, qeyri-standart düşünməlidir, bəzən risk etməlidir. Bu sualların məqsədi kim proqramı bilir yox, kim daha dərindən düşünür sualına cavab tapmaqdır. Ona görə də RFO-da 100 şagirddən 70 nəfəri demək olar ki, sona qədər gedə bilmir, 20 nəfər yarımçıq həll edir, 5-10 nəfər isə tam həll edir. Bu tam normaldır. Ona görə ki, olimpiyada kütlə üçün yox, seçim üçün keçirilir. Bəs buraxılış sınağı nə üçündür? Buraxılış sınağı minlərlə şagird üçün keçirilir. Səviyyələr fərqlidir. Zəif şagird, orta şagird, güclü şagird var. Buraxılış imtahanının əsas məqsədi şagirdin məktəb proqramının nə dərəcədə mənimsədiyini ölçməkdir. Burada əsas söz ölçməkdir, seçmək yox. Buraxılış sınağında suallar proqram daxilində olmalıdır, həll yolları tanış olmalıdır, vaxt faktoru nəzərə alınmalıdır, orta səviyyəli şagird fikirləşərək cavabı tapa bilməlidir. Buraxılış imtahanı şagirdi sındırmaq üçün deyil, biliyi ədalətli şəkildə qiymətləndirmək üçündür. Bəs əsas problem hardadır? Əsas problem o vaxt yaranır ki, RFO üçün hazırlanmış sual heç bir uyğunlaşdırılma aparılmadan ya da çox cüzi kosmetik dəyişikliklə buraxılış sınağına salınır. Burada artıq sual yaranır. Bu sual kim üçündür? Hansı məqsədə xidmət edir? Çünki RFO sualı seçmək üçündür. Buraxılış sualı ölçmək üçündür. Bu iki funksiyanı eyni sual yerinə yetirə bilməz. Məsələn, OTK deyə bilər ki, məsəl üçün, biz RFO-dan ilham aldıq və oradan asan sualları götürdük. Gəlin bunu da aydın şəkildə araşdıraq. İlham almaq nədir? Mövzu oxşardır, ideya yenidən qurulub, çətinlik səviyyəsi aşağı salınıb, auditoriyaya uyğunlaşdırılıb, şagirdə çatmaq imkanı, yəni şagirdə ona həll etmə imkanı verilir. Bu normaldır. Bəs kopyalamaq nədir? Eyni ideya, eyni həll mexanizmi, eyni ədədlər hətta sadəcə sualın mətni dəyişdirilib, hansı ki bizdə sualın mətni belə, şərti belə dəyişdirilməmişdi. Bu artıq nəzərinizə çatdırıram ki, metodika deyil, yaradıcılıq deyil, peşəkar yanaşma deyil. Bu sadəcə hazır materialı götürüb başqa adla təqdim etməkdir. Bunun şagirdə real ziyanı bəs nədir? Bu məsələ kağız üzərində problem kimi görünə bilər, amma real həyatda çox ciddi nəticə verir. Orta şagird sındırılır. Şagird sualı görəndə deyir, mən bu mövzunu keçmişəm, amma başa düşmürəm. Halbuki problem onun biliyində yox, sualın yanlış yerdə olmasındadır. Şagirdin özünə inamı azalır, şagird düşünür, mən zəifəm. Bu isə onun dərsdən soyumasına, motivasiyasının düşməsinə, psixoloji gərginləşməsinə səbəb olur. Qiymətləndirmə ədalətsiz olur. Buraxılış imtahanı biliyi ölçməlidir. RFO tipli sual isə seçim aparmalıdır. Bu isə sistemin məqsədinə ziddir. Təbii ki, bu düzgün yanaşma deyil. Bəs valideynlər nə bilməlidir? Əgər sizin uşağınız buraxılış sınağında çox çətinlik çəkirsə, mən heç nə bilmirəm deyirsə, ilk sualınız bu olsun. Bu sual hansı məqsədlə hazırlanıb? Çünki bəzən problem uşaqda yox,
salınan, hazırlanan suallarda olur. Bir daha açıq və qısa şəkildə deyirəm. Məqsəd fərqli, səviyyə fərqli, auditoriya fərqlidir. Bu fərqlər nəzərə alınmırsa, orada təhsil yox, sadəcə imitasiya var. Bu mövzunu qaldırmaqda məqsədim düzü müdafiə etməkdir. Və bir də aydınlıq gətirmək istəyirəm ki, bəzi şagirdlər, müəllimə, bu sual çox asandır, orada nə var ki, yəni, buraxılış səviyyəsində deyən şagirdlərə üzümü tutub deyirəm. Əvvəlki illərin 2025, 2025-ci il, 24, 23 və s. qəbul, yəni buraxılış suallarına baxın. Oradakı sualların səviyyəsinə baxın və bir də buradakı suallara baxın. Asan görünməsi onun uyğun olduğu demək deyil. Buraxılış sınağında məsələ çətinlik yox, uyğunluqdur. Mən yenə deyirəm, mən orada heç bir suala çətindir və ya asandır demirəm. Mən sadəcə uyğunluq cəhətdən fikrimi bildirirəm. Bir neçə şagird üçün asan olması sualı avtomatik olaraq buraxılış səviyyəsinə çevirmir. Rifo sualı da asan ola bilər. Çünki o başqa məqsədlə hazırlanıb seçmək üçün. Buraxılış sınağı isə hamı üçün ölçülü olmalıdır. Buraxılış sınağında hamı üçün ölçü də olmalıdır. Bir sualın buraxılış sınağına uyğunluğu onun asan və ya çətin olmasına görə yox, məqsədinə, yenə deyirəm, auditoriyasına və ölçmə funksiyasına görə müəyyən edilir. Rifo sualı hətta asan variantda belə seçim məntiqi ilə yazılıb. Bu sualı sən asan tapmısansa, bu sənin güclü olduğunu göstərir. Amma buraxılış sınağı yalnız güclülər üçün yox, hamı üçün nəzərdə tutulmalıdır. Ona görə problem bu suala asan deyən uşaqlarda yox, yəni o güclü uşaqlarda yox, sualın hansı məqsədlə, hansı səviyyədə o sınağa salınmasındadır. Yəni, sualın yerindədir. Biz təhsildə sualı asan çətin deyə yox, bu sual asandır, bu sual çətindir deyə yox, harada və hansı məqsədlə verildiyinə görə qiymətləndiririk. Yenə deyirəm, Rifo sualı hətta asan görünsə belə, o buraxılış sınağı üçün yazılmayıb. Asan sual bərabər deyil uyğun sual. Bu mövzu ətrafında susmaq yox, danışmaq lazımdır. Çünki susduqca səhv normallaşır. Mən mövqeyimi dedim. Qərar sizindir. Baxdığınız üçün çox sağ olun.